İqtisad Universitetinin 95 illiyi qeyd olunub. UNEC-in 95 illik inkişaf yolu və gələcək hədəflər adlı yubiley tədbirində təhsil ocağının tarixi və aparılan islahatlar barədə məlumat verilib. Bildirilib ki, UNEC regionda rəqəmsal universitet modelini yerinə yetirən ilk ali təhsil müəssisəsidir. Süni intellektin tədris prosesinə elmi tədqiqatların təşkil işinə inteqrasiyası üzərində xarici mütəxəssislərlə birgə layihədə reallaşdırılır. Tədbirdə universitetin son 10 ildə elm, təhsil, tədris, beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurları barədə təqdimat olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Azərbaycan Dövlət İqtisad Universitetinə rektor təyin edərkən mənim qarşımda bir vəzifə qoymuşdu. Cənab Prezident demişdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır. Bugün səhər-səhər QS Global Dünya Universitetləri reytingini açıqladı. Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın 801-850 ən yaxşı universitetlər sırasına daxil oldu.